misal söyledim ki, özünü arzularına bağla ve gələcəyə çək, gələcəyə dart. Arzular olmaq üçün də gərək inamın olsun. İnamın olması üçün isə gərək pragmat, realist olmayasan. Mümkün qədər biraz da olsa hərdəm xəyal olasan. Süleyman Peyğəmbər deyirdi ki, nə qədər çox bilirsən, o qədər çox dərdlisən. Nə qədər çox bilirsən, o qədər çox dərdlisən. Bilirsən ki, DNK, genlər yaşla əlaqədar olaraq degradasiyaya uğrayır. Sən əvvəlki beynə malik deyilsən, qocalacaqsan, bəlkə Alzheimer oldun, bəlkə demensiya. Platon isə deyirdi ki, həmişə bu iki dahinin fikirlərini bir-birindən döyüşdürürəm. Platon isə deyirdi ki, rahatlıq bilgilərlə gəlir. Yəni sən narahatsan, nəyədənsə narahatsan ki, görəsən belə olacaq, elə olacaq. Götürdün, oxudun, Çernişevskini, başa düşdün ki, boş yerə özünü üzürmüşsən, məlumatlandın. Yaşlandıqca, yaşa dolduqca elə şeylər görürsən ki, məsələn, görürsən ki, yetimçiliklə böyümüş uşaq daha böyük mənsəb sahibi oldu, sağ-salamat qaldı. Üfürə-üfürlə böyüyən uşağın aqibəti İraq pis oldu, pis yola düşdü və yaxud da sağ qalmadı. Başa düşürsən ki, sənin bilgilərin, nəinki bilgilərin, özün də o qədər əhəmiyyət kəsb eləmirsən. O nə yazıbsa, elə də o senari ilə də davam eləyir. Bundan əvvəlki videoda dedim ki, o kəslər ki, xoşbəxtdir ki, deyir, övladlarım üçün yaşayıram, içi çıxır övladlarından ötürü. Ancaq biraz dərin düşünsən, görəcəksən ki, səndən asılı olan o qədər də bir şey yoxdur. Allah bir də görsən, yetim və yaxud da kasıb balasın elə qoruyur, elə bir mənsəb yerinə aparır, çatdırır ki, üstündə əsilən uşaq, valideyn atqaz eləyir, bezir ondan, Allah iraq eləsin, Allah göstərməsin. Aktrisamız deyirdi ki, mən, Kübra xanım deyirdi ki, belə bir övlad Allah heç kimə qismət eləməsin. Yəni, dərin düşünüb analiz eləyəndə sən bu günlə yaşayırsan.